ana mənə deyir ki, ata evə gəlib, deyir ki, cibimin pulları mənə qalın gəlir. Pullarım az xərclənir. Çünki siz mənə artıq bu qida menyusundan sonra çox şey aldırmırsınız. Deyirlər, sağlıqlı menyu bahadır. Elə də baxır düzdür, amma hamı da elə də deyil. Bilirsiniz necədir? O gündəlik o xırda xərclər var. Yəni o təsəvvürləyin ailə diyet elirdi də, ana qızı üçün götürmüşdü diyeti. Ailə də yəni o qida menyusundan gedirdi, sağlıqlı qida daxı, yəni dadlı yeməklərdir. Deyir ki, pulun miqdarı çox gəlir artıq mənə, xərclənmir o dərəcədə. O flanal, peşmanal, paketli qidalar özü yüksək miqdarda pul tutur. Ancaq ki, sağlıqlı qida menyusunun təməlini alanda elə tutmur. İnanın ki, o sağlıqlı qidanı da yeyəndə heç o cür istək də qalmır. Çünki artıq bədənin hücrələri bəslənməyə başlayır.